bizim park edəcəyimiz yer sağa qoyduğum bu iki konusun ortasıdır. Deməli, irəliyə doğru hərəkət edərək avtomobilimizi ora park eləyə bilmərik. Söhbət bir cəhddən gedir. Niyə? Çünki böyür məsafəmiz azdır. Yalnız ora avtomobilimizi arxa-arxaya park edə bilərik. Arxa-arxaya park etmənin də bir növünü izah etdim ki, irəliyə doğru hərəkət edirik. Güzgümüz ilk maneə ilə paralel olanda sükanı park edəcəyimiz yerin əksinə, yəni park edəcəyimiz yer sağımızdadırsa, sükanı sola çeviririk. Avtomobilimizin ön hissəsi gedir sola, güzgüdən baxırıq, park edəcəyimiz yerə uyğun olanda avtomobilimizi geriyə hərəkət etdirərək yerləşdiririk iki maneənin ortasına. İndi elə düşün ki, solumuzda olan, bax bu solğun piyada keçidi ki var, düşün ki bu bir hasardır, divardır. Buradan o tərəfə yer yoxdur ki, biz gedək güzgümüz çatana qədər, sükanı sola çevirək, avtomobilimiz düz olana qədər gedək, sonra geriyə qayıdaq. Buna şansımız yoxdur. Belə olan halda nə etməliyik? Əvvəla bir məqama toxunum. Sağda parklama yerimizi təşkil eləmişəm də və qoyduğum konuslar bunların yerinə divarda ola bilər, ağacda ola bilər, avtomobildə ola bilər. Mən məhz konusları seçməkdə məqsədim odur ki, siz işin məğzini, məntiqini anlayasınız. Çünki avtomobillə avtomobilin ortasına park etməyi öyrənəndə alışırsınız. Biz də təlimçilər biixtiyari olaraq sizə izah veririk ki, güzgün avtomobilin farasına çatanda dön. Stop işığını gördün, döndər. Bu kimi sizə meyarlar veririk. Sonra siz avtomobili maşınların arasına deyil, iki ağacın, iki konusun ortasına yerləşdirəndə orada fara axtarırsınız. Və ona görə də eləyə bilmirsiniz. Yəni sağa konusları qoymağımda məqsəd budur. Digər tərəfi, park etdiyimiz yolun relyefinə bax, görsənmi? Üzü enişə doğrudur. Düz yerdə park etmək daha asandır. Amma nahamar yol, yəni enişli, yoxuşlu yolda park etmək daha çətindir. Çünki burada sənin bir əlavə işin də olur ki, sən sürəti də kontrolda saxlamalısan. Bu sənə təlimdə, yəni öyrəndiyin ərəfədə ən çətin versiyada izah olunub öyrədilməlidir ki, sabahsı gün asan-asandır da onsuz. Digər bir tərəfə də bax. Biz harda park edirik? Bax, bir yol, iki yol, çevrilib baxsam bu ağ avtomobilin qarşısına 3 yol və avtomobil daxı görüntünü məhdudlaşdırıb. Sən yəni burada park edə bilmək üçün məcbursan, o söz var ki, 4 dənə gözün olsun. Gözlü 4 açmalı. Bəli. Ancaq bu avtobus olan yerdə, o tip ərazidə park etməyi öyrənsən, orada nə gələn gedən var, düzü, nə orada eniş yoxuş var, orada daha rahatdır. Bəli, və beləcə də orada park etməyi öyrənsən, bir yerə uzun-uzadı baxacaqsan. Yaxşı mı? Ona görə burada park edirik. Deməli, dedik ki, böyür məsafəmiz az olduğu üçün irəliyə doğru hərəkət edərək park edə bilmərik. Və solda da belə hesab eləyək ki, bəli, divar var, sola getmə şansımız da yoxdur. Belə olan halda L parkovkası eləyirik. Yəni L hərfi formasında. Aysel, bax əlimə, L hərfi necədir? Belə, düzdür? Bax, biz bu şəkildə park edəcəyik. Yəni, irəliyə doğru hərəkət edəcəyik, sonra avtomobilimizi geriyə hərəkət etdirərək bu iki maneənin ortasına yerləşdirəcəyik. Bəs bunun praktikası, hesablaması necə olmalıdır? Dedik ki, parkingdə bir, parking sürəti sevmir, 2. Parking cəldliyi sevmir, yəni sükanı cəld bir şəkildə döndərin, cəld bir şəkildə qaytarın, buna ehtiyac yoxdur, bu olmamalıdır. 3. Parking diqqətsizliyi sevmir, yəni sən sağa park eləyərsən, kör-körənə sükanı çevirərsən, sağından birisi gələr, görməzsən, vurarsan, bunlara diqqət eləyirik. 4. Mənim izah etdiyim parklama yöntəmlərindən gedir söhbət, hərənin öz metodikası var. Bütün parklama növlərində ilk maneə ilə hesab götürürük. Yəni bizə yaxın olan birinci maneə ilə raşot götürürük. 5. Parklama zamanı yenə də mənim izah etdiyim yöntəmdən gedir söhbət.
bir kruq, yarım kruq, kruq yarım diye bir anlayış yoxdur. Yəni sükan bütün hallarda sona qədər çevrilir. Bu da sənin dayanmadan bir cəhdə park etmən üçündür. Yaxşı? Deməli, biz L parkovkasını eləyəcəyimiz təqdirdə indi getməliyik önə qarşı, sonra dal-dala gəlib avtomobili oraya yerləşdirməliyik. İndi biz önə qarşı gedib oradan dala qaydanda bizim ilk maniyemiz nə olacaq? Birinci konus. Buradan sayırsansa bəli, sən ora gedib oradan gələcəksən. Bəli. Buradan ikinci konus. Düzdür? Həmən o konusla, həmən o divarla, həmən o ağacla, orada dayanmış bax o avtobusla, kamazla, artıq maniyən hər nədirsə. Böyür məsafəvi təxminən gözə yarı 2 metr saxlayırsan. Yəni bir maşının eni qədər təxminən yan məsafən oldu, kifayət eləyir. Daha sonra sənin avtomobilinin arxası, o nəzərdə tutduğun konus ki var, maniyə ki var, onu yan məsafən qədər də ötüb keçməlidir irəliyə doğru. İzahını verdim, tətbiqdə anlayacaqsın. Buyur, indi əyləci basaraq qoydu rejiminə. Yoxla, yoxdur ki kimsə böyründə. Orada da yoxdur, düzü. Bax, oradan adamlar çıxacaq indi. Bu ki var ha, bax bu dirək, sağda, solda olan. Bu dirək qızım, mən hər dəfə sizə deyirəm ki, birinci dərsdə deyirəm, sükanı çevirin sağa, sola, sağa çevirəndə sağa əyilin baxın, sola çevirəndə sola əyilin baxın, gözlə yox, bədənlə baxın, yəni bu şəkildə. Çünki, bax, sabahsı gün bu dirək, bu stoyka bir adamı gizlədir arxasında, görmək olmur. Amma əyilib baxanda, bax, görürsən. İndi görünmür o qadın. Bax, bu şəkildə, anladın mı? Yoxdur ki kimsə. Əyləci burax. Bir də çevril bax. Əhsən. Buyur. Bax indi ana. Gedir irəliyə doğru. Bax bura. Düzgün. İlk, yəni sənə lazım olan həmin bu maniyəyə çatdı. Bizə bu lazım deyil. İrəliyə doğru hərəkətli davam etdir. Amma tək bura baxma. Bir də çevril, bax. Yoxdur ki kimsə. Bir də bax. Yoxdur heç kim. İndi biraz da get. Avtomobilimizin təxminən arxası biraz da əyləci bura. Maniyə ilə paralel. Razısan mənə? Gözə yarı. Bizə bu da lazımdır. Bizə lazımdır ki, böyür məsafəmiz qədər də o maniyəni ötüb keçək. Buyur, əyləci burax. Get. Keçdin. Bizə lazım olan budur. Böyür məsafəmiz qədər də maniyəni keçsik. İndi buyur, qoy rejiminə. Yoxla sol güzgün, heç kim gəlmir. İndi əyləci burax, söhbət avtomobildən gedir. Əyləci burax və sükanı çeviririk sağa. Sona qədər çevir, baxsan güzgüyə. Burada dəymirsən. Çevril tezyen ora bax, yoxdur gələn. Sol güzgüyə bax, gedə-gedə bunları elə. İndi arxası yoxuşadı deyə sənə azacıq qaz lazım olacaq, lap incə. Qarşıya da bax, düz oldun, düzləşdir sükanı, gedə-gedə. Dedik ki, avtomobilin arxası bardura dəyib dəymədiyini bilmək üçün, bax, ön qapının dəstəyinin başlanğıcı bardurla bir olana qədər gedirsən. Çatıb yoxsa yox? Dəqiq. Əla. Amma, bax burada, ola bilsin ki, arxada bardur yoxdur bizim. Bax, işin həmişə məntiqi tərəfini axtar, tap. Ya belə olmasa nə edəcəm? Bax, bu sualı özünə ver, bütün sualların cavabını tap. Misal üçün, arxada, baba burada, bir daş olar, kubik olar. Sənə o kubiki və yaxud da o yarım metr hündürlüyündə olan dəmir, yerə bastırılmış dəmiri nə bu güzgü göstərəcək,
Nə orta güzgü göstərəcək, nə sol güzgü göstərəcək. Anladın? Əvvəla park edəcəyin yeri park etməzdən öncə bax, gör orada nə var, bəlkə yerə bir dəmir atıblar. Təkərin partlayacaq. Onu yoxla, o ayrı. Amma sözüm odur ki, bu kameranın olması əlavə bir gözəllikdir. Bəli, ehtiyat tədbiri üçün mən hamınıza deyirəm, sürüş əsnasında kameraya baxma, qoymuram. Amma olsun maşınında, tək buna bel bağlama, hamısı ilə işləməyə düzgün şəkildə bacar, amma bundan da lazım gələrsə istifadə et. İndi bax, sağdakı konsa dəyməmişik ki, qızım. Normalda hələ mən konsları çox yaxın qoymuşam ki, işin biraz çətin olsun. Soldakı konsada dəyməmsən, düzdür? Böyür məsafəmiz var. Və bir cəhddə bunu elədik. Bir neçə dəfə dalağa qabağa eləməyə ehtiyac olmadı ki. Hər dərs mən sizə... Bəli, Aysel, bax, hər dərs mən sizin hamınıza bu sözü deyirəm. Oğlan, qız, fərqi yoxdur, cavan, yaşlı. Sən sabahsı gün öz avtomobilində hardasa park edirsən deyə, hardasa maşın sürürsən deyə mən əziyyət çəkməməliyəm. Yaxşı, indi sən 70 saata maşını park eləyəcəksən, dalağa qabağa, olmadı bir də, mən də 3 saat gözləməliyəm səni. İnsanların, valla, hamımızın qayğıları çoxdur, buna səbrimiz də çatmır, əsəbimiz də çatmır. Və yaxud da, bu gün mən səhər saat, neçə idi, 5:15-də evdən çıxmışam, 6-ya işləmiş. Yol gəlirəm, qarşımda sol zolaqda Ziyabinyado prospektində bir maşın, 70-lik yoldur. Bu da gedir təxminən 1.50. Mən nə qədər ona işıq siqnalından istifadə edərəm, məlumat ötürdüm, axır məcbur qaldım, səs siqnalından istifadə elədim. Çəkilmədi. Mən qınamıram, kimisə cinsiyyətinə görə mən ayrı seçkilik eləmirəm, bunu gözəl bilirsiniz. Amma mən məcbur qaldım, artıq onu ötmə əməliyyatı eləmədim, yandan keçmə əməliyyatı elədim. Çəkildim sağına, bir müddət sağı ilə hərəkətimi düz davam etdirdim, ötmədən sonra sürəti artıraraq ötdüm. Baxıram ki, xanımdır. Oturacağı çəkib düz rola yapışıb, indi fikirləşib ki, səhər saat 5-də çıxım, heç kim olmaz, belə düşünüb də. Ay, quzu kəsim, sən də maşın sürmə səlahiyyətin haqqın var, mənim də dövlət, qanun sənə məhdudiyyət qoymur, amma sən öyrənirsən deyə mən əziyyət çəkməməliyəm. Belə bir utanmazcasına da bir yanaşma var. Təzəyəm də, hələ öyrənirəm də, nə olub ki, öyrənəcəm də. Sən öyrənənə kimi bu boyda hərəkəti iflic etməyə ixtiyarın yoxdur. Düzgün öyrən, tam təkmilləş, ondan sonra buyur, çıx yollar, qoşul bizlərə. Yəni, bu parklama məsələsidir. Bax, sən özün də nə boyda kütləyə pis çıxmasını dərs deyirsən, düzü, tələbələrin, yetirmələrin var. Düzgün yöntəmlə izah olunanda, öyrədiləndə bir dəfəyə də bunu eləmək mümkündür. Yox, əgər mən bu hesablamaları təlimçi kimi raşot götürüb sənə verə bilmirəmsə, deməli özüm onu bilmirəm. Sənə biraz sağa, biraz sola, biraz bu arada Sumqayıtda bu yaxın günlərdə 3 gün olar, 4 gün olar, həftənin 2-ci günü. Sumqayıtda Asan Xidmətin bulvar ərazisində olan Asan Xidmətin yanında bir Chevrolet Cruze təzə model markalı avtomobildə bir təlimçi dərs keçirdi tələbəyə. Paralel parklamanı öyrədirdi qıza. Bəy, özü olardı bir 40-42 yaşında. Mən də dayanmışam maşında. İnan ki, bəlkə də o qızın bir saatı həmən o parklamanı öyrənməyə getdi, amma öyrənə bilmədi. Çünki mən o təlimçinin dodağını oxuyurdum da, orada raşotdan söhbət getmirdi. Biraz sağa, biraz da ver. Hə, biraz da qorxma, ver. Ay, sol, indi düzəlt. Amma o qıza desəydi ki, hara qədər get, hara çatanda dön, hara çatanda düzəlt, o qız onu anlayardı. Yəni, sözüm odur ki, tələbə kimi, müəllim kimi, təlimçi kimi, pinəçi kimi, usta kimi hamımızın peşəkarı, qeyri-peşəkarı var. Mən demirəm, mən peşəkaram. Amma məqsəd əgər öyrənməkdirsə, bu kimi meyarlar olmalıdır. Bunlarsız sən sürə-sürə öyrənərəm demək, vura-vura öyrənərəmdir və o biraz sağa, biraz sola, ver deyilən sözü o Stoyanşiklərdə eləyir. Yoldaşın da sənə bu sayaq izahlar verə bilər.
İndi bax bu L parklamasını necə öyrəndiyini düşünürsən yoxsa yox? Həm ki öyrəndim, amma bir neçə dəfə də lazımdır da. Yəni, Hə, bax. yəni nəzəriyyəsini öyrəndim. Praktikada da bir dəfə etdi, təcrübədə. İndi düşünürəm ki, bir neçə dəfə etsək. Bəli, bir neçə dəfə eləməlisən ki, bu vərdiş halına gəlsin. Bəli.